Salam hörmətli fiziki tərbiyə müəllimləri və müəllim olmaq istəyən müdavimlər. Sizlərə bugün qısa vaxt ərzində voleybol haqqında geniş ətraflı vacib məlumatlar verəcəyəm. Voleybol uçan top deməkdir. 1895-ci ildə Amerika Birləşmiş Ştatlarında fiziki tərbiyə müəllimi William Morgan tərəfindən yaradılmışdır. Voleybolun ilk qaydaları 1897-ci ildə tətbiq edilib. Yəni 1895-ci ildə yaradılıb, ondan 2 il sonra isə ilk qaydalar tətbiq edilib. Beynəlxalq Voleybol Federasiyası 1947-ci ildə yaradılıb. Voleybol oyunu 1957-ci ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv olunub. Bundan 7 il sonra 1964-cü ildə Yay Olimpiya oyunlarında iştirak etmişdilər. Azərbaycanda voleybolun yaranma tarixi 1926-cı il hesab olunur. Azərbaycan Voleybol Federasiyası 1992-ci ildə yaradıldı. Elə həmin ildə də Beynəlxalq Voleybol Federasiyasına, yəni FVB-yə üzv oldu. Sadəcə 4-cü İslam həmrəylik oyununda Azərbaycan Bakı qadınlar qızıl medal qazandı. Sadəcə 5-ci İslam həmrəylik oyunlarında Türkiyədə, Konya'da qadınlar bürünc medal qazanmışdılar. Meydançanın ölçüləri. Meydançanın ölçüsü 18 metr uzunudur, 9 metr enidir. Topun çəkisi. Topun çəkisi 260-280 qramdır. Topun çərçivəsi 65-67 santimetr. Torun uzunluğu. Torun uzunluğu 9 metr yarımdan 10 metrə qədər ola bilər. Torun eni. Burada bu torun eni isə 1 metrdir. Dirəklərin hündürlüyü. Dirəklərin hündürlüyü 2 metr 55 santimetrdir. Antenin hündürlüyü. Burada gördüğünüz antenin hündürlüyü 1 metr 80 santimetrdir. Torun hündürlüyü yerdən qızlar üçün 2 metr 24 santimetr, kişilər üçün isə 2 metr 43 santimetr olur. Libero meydançada bir dənə libero olur, protokolda isə 2 nəfər ola bilər. Hücum maksimum 3 toxunuş, minimum 1 toxunuş etmək olar. Timeoutlar. Timeoutlar hər hissədə 2 dəfə götürmək olar. Saniyəsi də 30 saniyə də fasilə timeoutun vaxtıdır. Xətlərin qalınlığı. Xətlərin qalınlığı 5 santimetrdir. Hissələr arası fasilə 3 dəqiqədir. Servisin başlama vaxtı. Servisi buradan 8 saniyə ərzində rəqib tərəfə keçirilməlidir. Servis zonasının uzunluğu 9 metrdir. Voleybol minimum 3, maksimum 5 set davam edir. Voleybolun həll edicisi tiebreak adlanır. Bəzən oyun 4 setdə davam edə bilər. İlk 4 set 25 xala kimi oynanılır. Oyun əgər 24-24 olarsa, 2 xal fərq yarana kimi oyun davam edir. 5-ci set 15 xala kimi oynanılır. 8-ci xalda komandalar yerlərini dəyişir. Hər setdə komanda 2 timeout götürə bilər. Müddəti 30 saniyədir. Hər setdə 6 oyuncu dəyişikliyi etmək olar. Voleybol vaxtsız oynanılır və oyunda bərabərlik olmur. Mütləq şəkildə hansısa komanda qalib gəlməlidir.